Salam, dəyərli izləyicilər. Mən Ceyhun Səlimov. İndi sizə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 20 sınaq 2-ci qrup riyaziyyat test toplusundan növbəti 5-ci sınağın izahatını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi, şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. İlk sualımız belədir. 2x çıx 3-ün modulu kiçik bərabər 11 bərabərsinin tam həllərin sayını tapın. Modulu 11-dən kiçik bərabər olan ədədlər -11 ilə 11 arasında yerləşir. Ona görə yazırıq ki, -11 kiçik bərabər 2x çıx 3, o da kiçik bərabər 11. İndi isə hər tərəfin üzərinə 3 əlavə eləsəm, -11 plus 3 kiçik bərabər 2x çıx 3 plus 3, o da kiçik bərabər 11 plus 3. Sol tərəfdə alınır burada -8, kiçik bərabər burada 2x alınır, sağ tərəfdə alınır 14. İndi hər tərəfi 2-yə bölsəm, -4 kiçik bərabər x, o da kiçik bərabər 7. İndi tam həllərin sayını soruşur. Baxırıq, 7 dənə müsbət var, 7 dənə müsbət, 4 dənə mənfi ədəd var, bir dənə də 0 var. Yəni 0. Deməli 12 olacaq tam həllərin sayı. Doğru cavabımız nədir? Burada Y variantıdır. 12'ye bərabərdir. Doğru cavab D variantı. Başlayaq növbəti. İkinci sual. AN ədədi silsiləsində A3 7, D3 olarsa 10-cu həddi tapın. Deməli 10-cu hədd bərabərdir. Deməli 3-cü hədd verilib. A3 üstəgəl 7D. 7D-yə bərabərdir. Yazırıq A10 bərabərdir. A3 7 üstəgəl 7 vurulsun D də 3'dür. 7 üstəgəl 21. Bu da bərabərdir 28. Doğru cavab C variantı. Üçüncü sualımız. Tərəfləri 5, 6, 7 olan üçbucağın sahəsini tapın. Baxırıq. Üçbucağın üç tərəfi verilibsə, sahəni tapmaq üçün bizim məşhur bildiyimiz düstur var. Heron düsturu. Heron düsturu S bərabərdir. Kök altında P vurulsun. P çıx A, P çıx B, P çıx C. Bu nə bərabərdir? İndi isə P-ni tapmaq lazımdır. P buradakı P yarım perimetrdir. Yəni P bərabər olacaq 5 üstəgəl 6 üstəgəl 7'nin yarısı. Bu da bərabərdir 18'in yarısı 9. Gətirib yenə yazsaq. S bərabərdir. Kök altında 9 vurulsun. 9 çıx 5. 9 çıx 6 və 9 çıx 7. Bu da bərabərdir. Kök altında 9 vurulsun 4. Vur 3. Vur 2. Bu da bərabərdir. İndi 9'dan kök 3 çıxır. 4'ten kök 2 çıxır. 3'ten 2'nin hansı kökün altında qalır? 3 və 2 6. Yəni olacaq 6 kökdə 6. Doğru cavabımız Y variantı. 6 kökdə 6'ya bərabərdir. Dördüncü sual. Bərabərçiliyin 2-8 parçasına daxil olan tam həllərin cəmini tapın. Deməli 2 üstəgəl mütəzəni açsaq 3x üstəgəl 6 üstəgəl 1 bölünsün x çıx 6 böyük bərabər 2x. İndi burada buna fikir versəniz bu ifadəyə. Məxrəcdə 6 çıx x-dir. X çıx 6 yazsam kəsirin qabağı müsbət olacaq. Üstəgəl yazırıq. 1 bölünsün x çıx 6 üstəgəl 12. İndi baxırıq. Həm sol tərəfdə, həm sağ tərəfdə 1 bölünsün x çıx 6 var. İkisinin də işarəsi müsbətdir. Bunlar istilah olacaq, sıfıra gələcək. Amma şərt yazmalıyam ki, x-imiz 6 ola bilməz. Şərt qalsın qıraqda. İndi sol tərəfdə alınır 3x plus 8 böyük bərabər. Sağ tərəfdə 2x üstəgəl 12 qalır. Buradan alınır ki, 3x çıx 2x böyük bərabər 12 çıx 8'dən x böyük bərabər 4 alınır. Deməli, x 4'dən böyük bərabər. İndi bu həlli gətirib bundan kəsişdirməm lazım. 2-8 parçasının. Həllimiz olacaq
4, 8 parçası. Amma burada şərt yazmamışam ki, x 6 ola bilməz. Ona yekun həll olaraq 4-dən 6-ya birləşir 6-dan 8 olacaq. Həllimiz bu şəkildədir. Tam həllərin cəmini soruşur. 4 plus 5 plus 7 plus 8. Bu da bərabər olacaq 24. Doğru cavab B variantı. 24'e bərabərdir. 5-ci suala keçirik. B-nin həndəsi hissəsində B4, B8 hasili 16 olarsa, B2, B10, B6 hasilinin böyük qiymətini tapın soruşur. Burada nəyə fikir etmək lazımdır? B4 vur B8-i verib 16. İndekslərin cəminə baxsaq, 4-8-in cəmi 12. Mən 12-ni belə yaza bilərəm də. 6 plus 6 şəkildə yaza bilərəm. Deməli, B4 ilə B8-in hasili ilə B6-nın hasili deməkdir. Yəni, belə yaza bilərik. B6 vur B6 bərabərdir 16-ya. B6-nın kvadratı bərabərdir 16-ya. B6 bərabərdir plus minus 4. Bunu bildik. İndi bizdən soruşur B2, B10, bir də B6. İndi baxaq, indekslərin cəmi 2 ilə onun cəmi 12-dir. 12 olduğu üçün bunların hasillərini yaza bilərəm. B6 vur B6. Bir də B6 var. Vur B6. Olacaq nəticədə B6-nın kubu. B6-nın kubu. B6-nı tapmışıq plus minus 4. Kubu da olacaq plus minus 64. Bizdən böyük qiymət soruşduğu üçün cavabımız olacaq A variantı 64. 6-cı sual. Tərəfləri 12 və 15 olan paralelogramın hündürlüklərindən biri digərinə neçə dəfə böyükdür? Biz bilirik ki, paralelogramın tərəfləri ilə hündürlük arasındakı aşağıdakı münasibət doğrudur. AH-a bərabərdir BHB-yə. Gətirib nə yazsaq? 12 vur H-a bərabərdir 15 vurulsun HB. HB. Burada da hər tərəfi 3-ə ixtisar etsəm, 4H-a bərabərdir 5HB. Hər tərəfi 4-ə bölsək, H-a bərabərdir 1,25 HB. Deməli, biri digərindən 1,25 dəfə böyükdür. Doğru cavab B variantı. 7-ci sual. A parametrinin neçə natural qiymətində bərabərçilər sisteminin həlli yoxdur. Baxın, sistem olanda bizə lazımdır, kəsişmə lazımdır ki, həll olsun. Elə eləməliyəm ki, burada kəsişmə baş verməsin də. Ona görə yazıram ki, 3A çıx 9 kiçikdir 2A plus 6-dan. Bu şəkildə yazsam, kəsişmə olmayacaq. Deməli, 3A çıx 2A kiçikdir 9 plus 6-dan. A kiçikdir 15-dən. Deməli, A 15-dən kiçik olanda həll olmayacaq. Deməli, A-nın 14 natural qiymətində doğru cavab B variantı. Həqiqətən də A-nın yerine məsələn 15 yazsaq, yoxlayaq. A-nın yerine 15 yazsaq, nə olacaq birincidə? X böyük bərabər 36. Aşağıda yazsaq 36. Baxın, artıq burada bir dənə həll var. Artıq 15-dən yuxarı olduqca həllərin sayı artacaq. 15 olanda artıq bir dənə həldir. 8-ci sual. Düsturlardan neçəsi ardıcıllığın n-ci həddin düsturu ola bilər? Biz bilirik ki, ardıcıllıq natural ədədlər çoxluğuna təyin olunmuş bir funksiyadır. Yəni, ardıcıllıq istənilən natural ədədlər üçün təyin olunmalıdır. İndi baxırıq, A-da heç bir problem yoxdur. Yəni, A-da n istənilən natural qiyməti alır. Amma B problemdir. N-i yenə 4 yazsaq, artıq məxrəc 0 olacaq. Natural ədədlər çoxluğuna təyin olunmayıb bu. Üçüncüsü yenə istənilən n natural ədədi üçün təyin olunub. Dördüncüsü təyin olunmayıb. N-i yenə 2 yazsaq və yaxud da n-i yenə 4 yazsaq, məxrəc 0-dır. 5-də diskriminant 0-dan böyükdür, amma burada köklər natural deyil də. Burada problem yoxdur. Yəni, istənilən n üçün təyin olunub. 5-incisi də istənilən n üçün, istənilən natural n üçün təyin olunub. Eyni zamanda 6-cısına baxaq. Burada istənilən natural üçün təyin olunduğu üçün burada problem yoxdur. Deməli, düstur ola bilər 1, 3, 5, bir də 6. Yəni, 4 dənəsi. Doğru cavab olacaq burada A variantı. Yəni, 4-ə bərabərdir. 9-cu sual. ABCD düzbucaqlısında
AB'ye üçbucağın sahəsi ilə A7 üçbucağın sahəsi cəmlərini verib 20 və C7 üçbucağın sahəsi ilə də A7 üçbucağın sahələri cəmini verib 16. ABC'de üçbucağın sahəsini soruşur. Mən bura S1 desəm, bura S1 desəm, bura S2 desəm, bura olacaq S1-in S2-nin cəmi. Yəni bu digər ikisinin cəmi ortadakını verir. İndi baxaq. AB'ye nədir? S2. AYD nədir? AYD. S1 ilə S2-nin cəmi. Bərabərdir 20-yə. İndi tərəfdən C7 S1. S1, C7. AYD. S1 ilə S2-nin cəmi. Bərabər neçə? Bərabərdir 16. 16. İndi bizə nə soruşur? 2S1, 2S2'ni soruşur. Şimdi baxaq, bunları tərəfdə toplasaq, 3 tane S1 alınır, 3 tane S1, 3 tane də S2 alınır. Bərabər 36'ya. S1 ilə S2'nin cəmi bərabərdir. 3'ə bölsəm hər birini alınır 12. Bizdən də düzbucağın sahəsini soruşduğu üçün o da 2 ilə S1, 2 ilə S2 deməkdir. Bu da olacaq 2'ye vursaq 24. Doğru cevabımız burada olacaq Y variantı. 24'e bərabərdir. 10-cu sual. Kvadrat bərabərsizliyinin ən kiçik və ən böyük tam həllərinin cəmi 13 olarsa, C-nin ala biləcəyi ən böyük qiymətini tapın. İndi, əgər kvadrat bərabərsizliyi bu şəkildə verilibsə, kiçik bərabər 0 verilibsə, bunun kökü həllin olması üçün kökünün olması lazımdır. Burada kökü. Yəni sıfırdan kiçik bərabər olması üçün mütləq kökü olması lazım. Burada 2 dənə həll var deyə mütləq ikisi olacaq. Çünki ən kiçik və ən böyük qiymətdən söhbət gedir. Deməli 2 dənə həll var burada. Ona görə 2 dənə kökü olacaq. X1 və X2. Və kiçik bərabər olanda və ya kiçik olanda həmişə həll köklərin arası olur. Yəni kiçik bərabərlik olduğu üçün həllimiz olacaq X1, X2 parçası olacaq həllimiz. İndi ən böyük təbii ki X2-dir, ən kiçik də X1-dir. X1 ilə X2-nin cəmini bizə verib 13. C-də nə deməkdir C-də? Bura baxanda nədir? X1 ilə X2-nin hasılı deməkdir C. İndi cəmi 13 olanlar hansılardır? Burada şərt yazıb ki, B, C naturaldır. B ilə C naturaldırsa, köklər natural olması lazım. Köklər natural olması lazım. İndi baxaq. X1, X2 cəm 13-dən neçə seçə bilərik? 1 ilə 12 seçə bilərik. Sonra 2 ilə 11 seçə bilərik. 3'dən 10 seçə bilərik. 4'dən 9, 5'dən 8, 6'dan 7. Bundan sonra təkrarlanır. İndi hasillərə baxaq. 1 ilə 12'nin hasili 12. 2 ilə 11'in hasili 22. 30, 36, 40, 42. Ən böyük 42 çıxdı. Deməli doğru cavabımız burada olacaq B variantı 42. 11-ci sual. A-nin ədədi silsiləsində A20 bölünsün A26, üstəgəl A22 böl A26, üstəgəl A24 böl A26 bərabərdir -1 olarsa, silsilənin 0-a bərabər olan həddin nömrəsini tapın. Baxırıq, sol tərəfdə ortaq məxrəc nədir? A26. Sürətlər toplanacaq. Alınır A20, üstəgəl A22, üstəgəl A24 bərabərdir -1'ə. Burada çıxır ki, A20, A22, A24 bərabərdir -A26'ya. İndi bunları sola keçirsək, A20, A22, A24 üstəgəl A26 bərabərdir 0. Burada nəyə fikir verirsiniz? İndekslərin cəminə fikir verin burada. İndekslərin cəmi 46, eyni zamanda burada 46'dır. İndekslərin cəmi 46 olduğu üçün, deməli bu ikisinin yerinə mən yaza bilərəm 2A23. 2A23. Eyni zamanda bu ikisinin də yerinə yaza bilərəm 2A23. Bərabər 0. 4A23 bərabərdir 0'a. A23 bərabərdir 0.
Deməli, bu silsilənin 23-cü həddi 0-a bərabərdir. Həddin nömrəsi olur neçə? 23. Doğru cavab C variantı. 12-ci sual. ABC üçbucağının tərəfləri nöqtələrlə 4 bərabər hissəyə bölünmüşdür. 4 bərabər hissəyə deyir. İşləmiş hissənin sahəsi ABC üçbucağının sahəsinin hansı hissəsidir? Maraqlı bir sualdır. Bunu indi elə birləşdirməli ki, rahat cavab çıxsın. Baxın, mən bu şəkildə eləsəm, belə birləşdirsəm, iş bitəcək. İndi burada nəyə fikir vermək lazımdır? İndi mən bura S desəm, bura 3S olacaq. 3S. Çünki Y və P orta nöqtə olduğu üçün MBT üçbucağında YP orta xətt olur. Orta xəttdə bir orta xətt çəkilibsə, üçbucağın sahəsini 1-in 3-ə nisbətdə bölür. İndi eyni zamanda M və T baxın, ümumi ilə bir yekə üçbucağın orta xəttidir. Yekə üçbucağın orta xəttidir. Ona görə də MBT üçbucağın sahəsi ilə TNC üçbucağın sahəsi, bir də AMN üçbucaqların sahələri eynidir. Ona görə də burada S, burada 3S olacaq. Bura S, bura 3S. Bura artıq MT'nin isə olacaq 4S. Buraya 4S olacaq. İndi baxaq. Ümumi saha nə içədir? Ümumi sahanı məxrəcə yazırıq. Ümumi saha. Ümumi saha təbii ki, burada 4 dənə 4S var, 16S'dir. 16S. İşləmiş hissəyə baxaq. Deməli, 7S, 10S, 11S. 11S. S'lər getdi 16-da 11 hissəsi. Doğru cavab alındı. D variantı. 16-da 11-ə bərabərdir. Növbəti sualımız 13-cü sual. Bərabərsizliklər heyətini həll edin. Baxın, bir sistem var, bərabərsizliklər sistemi, bir də var bərabərsizliklər heyəti. Sistem deyəndə biz kəsişməni götürməliyik. Amma heyət deyəndə isə biz birləşməni götürməliyik. İndi əvvəlcə birinci bərabərsizlik yazaq. 2x üstəgəl, ötəcəni açsaq 3x üstəgəl 6 böyük bərabər. Sağ tərəfdə 5x plus 5 plus 8. Burada baxırıq, burada heç nə qalmır. Yəni x'lər gələcək. X'lər gedir və alınır buradan. -2 böyük bərabər 0 alınır. Burada həll yoxdur. Yəni -2 0-dan böyük bərabər deyil. Bunu bildik. Hətta -2 yox, üzr istəyirəm. -2 alınmır burada hətta. Nə alınır? Deməli, -7. Böyük bərabər 0. Yəni burada həll yoxdur. İkincisi ikincisinə. X kvadrat çıx 6x üstəgəl 13 kiçik bərabər 0. Bunu da belə yazsam, görəcəyik ki, burada da həll yoxdur. X kvadrat çıx 6x plus 9 plus 4 kiçik bərabər 0. Bu ifadə bizə verir x çıx 3-ün kvadratı plus 4 kiçik bərabər 0. Bu ifadə ən azı 0-dır. 0-ın üzərinə 4 gəlsəm 4 olacaq. Ona görə heç vaxt mənfi ola bilməz. Burada həll yoxdur. Boş çoxluq bunların da birləşməsi nə olacaq? Boş çoxluğu verəcək. Doğru cavab 13-də C variantı. 14-cü sual. Ardıcılığın ilk n həddinin cəmi Sn bərabərdir. N kvadrat plus 4n düsturu ilə verilib. Bu ardıcılığın n-ci həddinin düsturunu tapın. İndi bunun düsturu belədir. An bərabərdir. Sn çıx 1. Çünki ilk n həddin cəmi nə deməkdir? A1-dən An daxil bütün hədlərin cəmi deməkdir. İndi bizdən An-i soruşur, yəni sonuncu həddi soruşur. Sonuncu həddi tapmaq üçün, əgər ilk n həddin cəmi verilibsə, mən ilk n çıx 1 həddin cəmini oradan çıxmalıyam ki, n-ci hədd qalsın. Mən indi bunu düsturdan yazmayacağım. Yəni yazdığım bu düsturunu izah eləməyəcəm. Biz bilirik ki, ardıcılıqda A1 həmişə S1-ə bərabərdir. A1 S1-ə bərabərdir. Və yaxud da düsturuna yazaq, elə bunu yazaq getsin. Düsturuna yazaq getsin, daha vaxt getməsin. Bir də düstur təzən qaydası deyirəm. Deyim, Sn verilib. Bir də Sn çıx 1 lazımdır mənə. N-in yerinə n çıx 1 yazırıq. N çıx 1-in kvadratı üstəgəl 4 vurulsun n çıx 1. Bu da bərabərdir n kvadrat çıx 2n plus 1 4n çıx 4. Bu da bərabərdir n kvadrat plus 2n plus 2n çıx 3. Deməli, bu da olur nə?
SN çıx 1. İndi mən SN-dən SN çıx 1-i çıxmalıyam. AN bərabərdir SN n kvadrat plus 4n çıxılsın n kvadrat plus 2n çıx 3. AN bərabərdir n kvadrat plus 4n çıx n kvadrat çıx 2n plus 3. N kvadratlar getdi. Burada alınır 2n plus 3. Yəni doğru cavabımız 2n plus 3'ə bərabər. Doğru cavab A variantı. 15-ci sual. Diaqonalları qarşılıqlı perpendikular olan bərabəryanlı trapesiyanın hündürlüyü 8 olarsa, onun sahəsini tapın. Yəni bizə trapesiya lazımdır. Bərabəryanlı trapesiya. Bu bizim olsun bərabəryanlı trapesiyamız. Diaqonalları deyir qarşılıqlı perpendikulyardır. Diaqonalları qarşılıqlı perpendikulyardır. A, B, C, D bərabəryanlıdır. Biz bilirik ki, bərabəryanlı trapesiyanın diaqonalları bir-birinə bərabərdir və kəsişmə nöqtələrinə O desəm əgər, O desəm AO ilə OD bərabərdir. OC ilə də BO bərabərdir. İndi burada nəyə fikirmək lazımdır? Baxırıq ki, içinə düzbucaqlı üçbucaq alınıb. AOD və BOC. İçinə düzbucaqlı üçbucaqdır. Ata video izlədir, tamam mı? Görüşərik. İndi burada şagirdlər, deməli, hündürlüyü verir bizə 8. İndi mən bu kəsişmə nöqtəsindən həm bura hündürlük çəkəcəm, həm də yuxarıdakı oturacaq hündürlük çəkirəm. Bura mən x deyəcəm, bura y deyəcəm. Təbii ki, burada görünür ki, x-lə y-in cəmidir. X-lə y-in cəmi 8 verib. İndi bunlar bərabəryanlı düzbucaqlı üçbucaqlar olduğu üçün bərabəryanlı OH, yəni bərabəryanlı düzbucaqlı üçbucaq olduğu üçün OH həm mediandır, həm də hündürlük olacaq. Ona görə burada y olacaq, burada y olacaq. Çünki düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Eyni zamanda BOC üçbucağında da bura x olacaq, burada x olacaq. Deməli, indi biz tapdıq ki, oturacaqlar cəmini rahat tapa bilərik. AD üstəgəl BC bərabərdir 2x üstəgəl 2y. O da olacaq 16. 16. Saha S bərabərdir. Oturacaqlar cəminin yarısı AD plus BC'nin yarısı vur H. Deməli 16'nın yarısı vur 8. Bu da olacaq 64. Ümumiyyətlə qayda belədir. Əgər bərabəryanlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyardırsa, hündürlük orta xəttə bərabərdir. Orta xətt. Orta xəttə nə deməkdir? Oturacaqların cəminin yarısı deməkdir. Doğru cavab A variantı. Çıxarışını göstərdim. Çıxarışda oradan çıxır. 16-cı sual. Bərabərli natural həllərin cəmini tapın. Burada ən rahat yol nədir? Hər tərəfin kvadratını almaq. Sol tərəfdə mənfi deyil, sağ tərəfdə mənfi deyil. Mən rahatlıqla hər tərəfin kvadratını ala bilərəm. Onda nə alınır? Modul itəcək x çıx 7-nin kvadratı böyük bərabər x çıx 3-ün kvadratı. X kvadrat çıx 14x plus 49 böyük bərabər x kvadrat çıx 6x plus 9. X kvadratlar islah olunur. Mənfi 14x plus 6x böyük bərabər 9 çıx 49. Mənfi alınır burada 8x böyük bərabər mənfi 40-dan. Hər tərəfi mənfi 8-ə bölsəm, həm də bərabərlik işarəsini dəyişəcək. X 2 bərabər olacaq 5. Natural həllərin cəmi 1 plus 2 plus 3 plus 4 plus 5. Bu da olacaq neçə? 15. Doğru cavab burada B variantı. 17-ci sual.
Birinci həddi ikinci həddən 2 dəfə böyük olan birinci həddi. Bax, birinci həddə mən x desəm və yaxud da ən yaxşı 2x deyim, 2x. İkinci hədd olacaq x. Birinci həddi ikinci həddən 2 dəfə böyük olan sonsuz hədəsi isə ilk iki həddin cəmi 24'tür. Yəni bunların cəmi 2x ilə x-in cəmini bizə verib 24. 3x bərabərdir 24-ə, x bərabərdir 8. Deməli, birinci hədd 16'dır, ikinci hədd 8'dir. Bütün hədlərin cəmi. Biz bilirik ki, sonsuz hədəslərin cəmi s bərabərdir b1 bölünsün 1 çıx q. İndi b1 16'dır, q lazımdır. Biz bilirik ki, q bərabər olacaq b2'nin b1'ə nisbəti. 8'in 16'ya nisbəti 2'də 1. Gətirib yerinə yazsaq, S cəm bərabərdir. B1 16, 1 çıx Q, 1 çıx 2'də 1. 16 bölünsün 2'də 1 və 2'də qalxacaq sürətə və nəticə olacaq 32. Bütün həllərin cəmi burada 32'yə bərabərdir. 18-ci sual. Kvadratın daxilində götürülmüş nöqtədən bütün tərəflərə qədərli məsafələr bərabər olmaqla 4 santimetrdir. Kvadratın sahəsini tapın. Baxın, kvadratın daxilində nöqtə götürülüb. Həmin nöqtədən də deyir ki, bütün tərəflərə qədər olan məsafələr bərabərdir. Əgər məsafələr hamısı bərabərdirsə, deməli, həmin nöqtə denlərin kəsişmə nöqtəsidir. Denlərin kəsişmə nöqtəsi. Deməli, həmin nöqtə burada denlərin kəsişmə nöqtəsidir. Bütün tərəflərə qədər olan məsafə deyir 4'dür. Yəni, buradan aşağıya məsafə 4'dür. Buradan yuxarıya doğru da məsafə nədir? 4'dür. 4, 4. Deməli, bu iki məsafənin cəmi bizə nəyi verəcək? Kvadratın tərəfini verəcək 8. Kvadratın sahəsi s bərabərdir tərəfin kvadratı. Bu da 8'in kvadratı nəticə olacaq 64. Doğru cavabımız D variantı. 19-cu sual. Deməli, A-nı verib 12 ilə 18 arasında, B-ni də verib 2 ilə 3 arasında. Deyir, A plus B cəminin ən kiçik tam qiyməti ilə A bölü B nisbətinin ən böyük tam qiymətinin cəmini tapın. İndi A plus B cəmi rahatdır. Tapırıq. A plus B kiçik olacaq. Deməli, A 18-dən kiçikdir, B də 3-dən kiçikdir. Cəmdə onların cəmidən kiçik olacaq. 21-dən kiçik. A 12-dən böyük, B də 2-dən böyük. Cəmdə 12-dən 2-nin cəmidən, yəni 14-dən böyük olacaq. İndi keçirik digərinə. A-nın B-yə nisbəti. Bərabərlikdə tərəf-tərəfə bölmə deyilən bir şey yoxdur. Ona görə bunu belə yazırıq. A vurulsun, 1 bölünsün B. Belə yazırıq. İndi A-nı bizə verib 12 ilə 18 arasında. B-ni də bizə verib 2 ilə 3 arasında. Mənə lazımdır 1 böl B. Bunların tərsini yazanda işə dəyişir. Ən kiçik 3'də 1 olacaq. Kiçik 1 bölünsün B. Bu da kiçikdir 2'də 1. İndi bunu tərəf-tərəfə vuracağım. 12'nin 3'də 1 hissəsi 4. A-nı 1 böl B-yə vuranda A bölünsün B. 18'in 2'də 1 hissəsi 9. Yəni deyir ki, cəminin ən kiçik tam qiyməti. Cəminin ən kiçik tam qiyməti buradan görünür 15'dir. 15. Nisbətin isə ən böyük tam qiyməti. Nisbətin ən böyük tam qiyməti 8. Bunların cəmini soruşur. Olacaq 23. Doğru cavab 19'da B variantı. 20-ci sual. B-in hər nəticə hissəsində B2 vur B11 vur B20 216 olarsa B11'i tapın. Yenə nəyə baxırıq? B2 vur B20. İndekslərin cəminə fikir versək, neçə 22. Deməli, yaza bilərik ki, B11 vur B11 yaza bilərik bunu. Gətirib yerinə yazsaq, B11 vur B11 vur B11 bərabər 216'ya. Alınır B11'in kubu bərabərdir 6'nın kubu. B11 alınacaq nə? 6. Yəni doğru cavab burada 6'ya bərabərdir. 21-ci sual. Perimetri 24 olan rombun, yəni kvadrat olmayan sahəsinin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmi tapın. Bax,
perimetri 24 olan rombun kvadrat olmayan, yəni sahəsinin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmidir, tapın. İndi perimetr 24 isə 24'ü mən 4'ə bölsəm 6. Tərəf olacaq nə? Tərəf 6. Bunu bildik. İndi sahəsinin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmi. İndi sahanın əgər kvadrat olsaydı saha maksimum olacaqdı. Saha olacaqdı 36, maksimum 36. Yəni kvadrat olmadığı üçün saha deməli saha kiçik olacaq nədən? 36'dan kiçik olacaq. Saha 36'dan kiçik. İndi bir də sahanın minimum qiyməti. Minimum qiyməti soruşur bizdən. Biz bilirik ki, rombun sahəsi S bərabərdir A kvadratı vur sinus alfa. Sinus alfa. Burada əslində hər ikisini buradan çıxartmaq olar. 36 vur sinus alfaya bərabərdir. Sinus alfa. Burada əslində hər ikisini buradan çıxartmaq olar. Sinus alfamız da indi mənfi hissəsini yazmaq ehtiyac yoxdur. 0'dan böyük, 1'dən kiçik götürəcəm. Çünki 1'dən maksimum olacaq. Maksimumda kvadrat olur. Alfa 90 olur. 36'ya da vursaq belə bir şey alınacaq. Deməli 35, maksimum 35'də minimum da olacaq 1. Minimum da 1 olacaq. Ona görə 35'dən də 1'in cəmi nəticə olacaq nə? 36. Yəni doğru cavab burada 36'ya bərabərdir. 22-ci sual. Bərabərliklər heyətinin həllinin mənfi sonsuz, müsbət sonsuz olması üçün A parametrini ala biləcək natural qiymətlərin cəmini tapın. Yəni deyir ki, istənilən qiyməti alsın. İstənilən qiyməti alırsa, deməli burada 8A çıx 3 kiçik olmalıdır. 6A üstəgəl 11'dən. 6A üstəgəl 11'dən kiçik olmalıdır ki, 8A çıx 3 və həmişə ödənsin. Buradan alınır ki 2A kiçikdir 14'dən, A kiçikdir 7. A 7'dən kiçik. İndi ala biləcək natural qiymətlərin cəmini soruşur. 1 plus 2 plus 3 ən sonuncusu 6. Bu da olacaq neçə? 21. Doğru cavab B variantı. 23-cü sual. Ardıcıllığının ən kiçik həddi ilə həmin həddin nömrəsinin cəmini tapın. Deməli, A-ın bərabərdir kök altında n kvadrat çıx 6n plus 9 del 36 yaza bilərik. Bu da bərabərdir n çıx 3'ün kvadratı plus 36. N çıx 3'ün kvadratı plus 36. Bu heç vaxt mənfi deyil də, ən azı 0'dır. N 3 ola bilər ardıcılıqda, N 3 ola bilər naturaldır, problem yoxdur. N 3 olanda burası 0 olur və ən azı da çıxır 36. Deməli, N 3 olanda, deməli, ən kiçik həddin nömrəsi 3'dür. A3 bərabərdir kök altında 36. Bu olacaq 6. Deməli, deyir ki, ən kiçik həddi ilə həmin həddin nömrəsi 6 ilə 3'ün cəmini soruşur. 3 plus 6 nəticə 9'dur. Yəni 23'də doğru cavab 9'a bərabərdir. 24-cü sual. Sahəsi 25 pi olan dairənin daxilinə oturacağı 8 olan körbucaqlı bərabəryanlı üçbucaq çəkilmişdir. Üçbucağın sahəsini tapın. Deməli, dairənin daxilinə çəkilib. Deməli, dairə bizə lazım olacaq. İndi bunun daxilinə deyir ki, bərabəryanlı üçbucaq çəkilib. Bizə körbucaqlı deyir. Bu da olsun bərabəryanlı üçbucaq. Mərkəz də hardasa olsun burada bir yerdə. Bu da olsun mərkəz. A, B, C. Sahəsi 25 pi olan dairənin daxilinə. İndi niyə mərkəzi üçbucağın qırağında saxladım? Məsələ odur.
Körbucaqlı üçbucaq olanda xaricdə çəkməcənin mərkəzi üçbucağın xarici oblasında yerləşir. İtibucaqlı üçbucaq olanda daxili oblasında yerləşir. Düzbucaqlı üçbucaq olanda hipton üzərində yerləşir. İndi sahə 25 pi-dirsə, biz bilirik ki, dairənin sahəsi pi r kvadratdır. Pi r kvadrat bərabər 25 pi-yə. R kvadrat bərabər 25-ə. R alınır nə? 5. R 5-dir. Radius 5-dir. Oturacağı da verib 8. Mən buranı birləşdirsəm, bu həm radius olur, həm də bura 90 olacaq. 90. Bərabər yanı oldu olsun. Tam 90 əmələ gətirəcək burada. Deməli, bura ilə bura bərabər olacaq. Radius da bizə verib 5. Yine oturacaq 8 ise bura 4, bura 4. 5, 4, Pifagor'dan bura çıxacaq 3. O bir radiusdur. 5 olması için bura olacaq 2. Və salam. Üçbucağın sahəsini soruşur. Hündürlüğü 2'dir. Oturacaq da 8'dir. Saha S bərabərdir. Oturacaq 8. Bu hündürlüğü 2 böl 2. 2'lər getdi. Cavabı alacaq nə? 8. Yəni doğru cavab burada 8'e bərabərdir. 25-ci sual. Bərabərsin natural həllərin cəminidir tapın. Burada nəyə baxırıq? İntervallar üsulundan yazacağıq bunu. Təbii ki. Deməli, sürətin kökləri 2 və 5-dir. İkisi də daxil olacaq. 2, 5. İkisi də doludur. Məxrəcin kökü 9-dur, amma boşluq içində olacaq. Məxrəc olduğu üçün boşluq içində olacaq. Burada bir qaydanı deyim. Əgər sıfırın qüvvəti cütdürsə, sağı solu eyni olur. Məsəl üçün, burada x2'nin kvadratı, qüvvət cütdür. 2'nin sağı ilə solu eyni işarə olacaq. Yəni, sağı müsbətsə, sol da müsbətdir. Sağı mənfisə, sol da mənfi olacaq. İndi 9'un sağında 10 seçsəm, x-in yerinə 10 seçsəm, hər biri müsbətdir. Nəticə müsbət olacaq. 5 ilə 9 arasında 8 seçsəm, məxrəc mənfi, sürət müsbət. Biri mənfi olduğu üçün nəticə olacaq nə? Mənfi. 2 ilə 5 arasında x-in ilə 4 qoysam, sürət də mənfi, məxrəc də mənfi, nisbət müsbət. Bura müsbətsə, burada müsbət. İndi bizdən soruşur mənfi olan hissə. Mənfi olan hissə 5-9 arasıdır. 5'i alır. Amma 9'u almır. Amma diqqət eləsək ki, burada 2'nin özü də həldir. Birləşir bir 2'nin özü. 2'nin özü doludur, həldir. Natural həllərin cəmini soruşur indi burada. 5, 6, 7, 8, bir də 2. İndi bunları toplama lazımdır. 8, 2, 10. 5, 6, 7, 18. Nəticə olacaq 28. Yəni doğru cavab burada 28'e bərabərdir. Keçək növbəti suala. 26-cı sual. Ədəd oxunda 3 və 123 ədədləri arasında bərabər məsafələrdə olmaqla 59 ədəd yerləşdirilmişdir. 3'dən sonra gələn 9-cu ədəd tapın. Deməli, A1 bizdə burada 3 verilib. A1 3 verilib. Baxın, 2 dənə hədd var. 59 da hədd yerləşdirilib. Deməli, ümumi hədd sayı neçə olur? 61 dənə. Deməli, sonuncusu A61 verir bizə 123. Yəni, bunlar arasında, bunlarla bir yerdə bərabər məsafədə yerləşdirilib. Yəni, onu demək istəyir. Bunlarla bir yerdə bərabər məsafədə yerləşdirilib. Demək, bu nədir? Bu ədəd sistemlə gələcək burada. Deməli, yazırıq ki, A61 bərabərdir A1 üstəgəl nə? 60D. 123 bərabərdir 3 plus 60D'yə. 60D bərabərdir 120'yə. D alınır 2. D-ni tapdıq 2. 3'dən sonra gələn 9-cu həddi tapın. 3'dən sonra, yəni bu həddən sonra, birinci həddən sonra gələn 9-cu hədd nə olacaq? 10-cu hədd. A10 bərabərdir A1 üstəgəl nə? 9D. 3 üstəgəl 9 vur 2. 3 üstəgəl 18. Oca neçə? 21. Yəni burada doğru cavab 21'e bərabərdir. 27-ci sual. Uyğunluğu müəyyən edin. Tərəfi A 4-cü ədədin kökdə 3 olan düzgün altıbucağın sahəsi, diaqonalı A olan düzgün dördbucağın sahəsi, hipotenuzu A olan bərabər yanı düzbucaqlı üçbucağın sahəsi. İndi baxaq.
Birincisi, tərəf verib A, 4-cü köşdə 3. Düzgün altıbucağın sahəsi S bərabərdir 6 sayda bərtərəfli üçbucağın sahələri. Yəni 6 vur A kvadratı köşdə 3 böl 4. 6 vurulsun. Tərəfi bizə verib, burada verib. Bunun kvadratı lazımdır. Bunun kvadratı olacaq A kvadrat vur köşdə 3 olacaq. 4-cü dərəcədə kvadrat olacaq 2-ci dərəcə. Vur köşdə 3 böl 4. Bu da bərabərdir. Bu da olacaq neçə? 2-də 3 olacaq. Düzgün altıbucağın sahəsi deyirdi. Düzgün altıbucağın sahəsi. Neçə alınır? 2-də 9. Yox, 2-də 3 yox, 2-də 9. 2-də 9, 2-də 9 A kvadrat olacaq. 2-də 9 A kvadrat. Yəni 1'ə uyğun gələcək C variantı. 1'ə C variantı uyğun gəlir. İkincisi, diagonalı A olan düzgün dörtbucağın sahəsi. Düzgün dörtbucağı dedik kvadratdır. Kvadratın diagonalları bərabərdir. Hər ikisi A-dırsa, sahəsi də diagonallar hansının yarısıdır? A vuranın yarısı. A kvadratının yarısı. Yəni 2'yə A variantı. Hipotenuzu A olan bərabər yanlı düzbucaqlı üçbucağın sahəsi. İndi hipotenuz A'dır. X, bu da A'dır. Biz bilirik ki, Pifagor tətbiq eləsək, X köşdə 2 alınır nə? A-ya bərabər. X bərabərdir A-nın köşdə 2-yə nisbəti. X buna bərabərdir. Və düzbucaqlı üçbucağın sahəsi katetlərin hansının yarısıdır. Yəni X kvadrat böl neçə? Böl 2. X kvadrat böl 2. X'in də yerinə bunu yazsaq, olacaq A kvadrat böl 2, o da böl 2. Olacaq nə? A kvadratı böl 4. A kvadrat böl 4. Doğru cavabımız olacaq burada 3'də Y variantı. A kvadrat böl 4'ə bərabərdir. Gəldik çatdıq situasiya suallarına. Üçbucaq şəklində olan bağda sıralarla alma və armud ağacları əkilmişdir. Birinci sırada 1. Birinci sırada 1. Hər sonraki sırada isə əvvəlkindən 3 ədəd çox olmaqla ağac əkilmişdir. Baxın, deyir ki, hər sonraki sırada əvvəlkindən 3 ədəd çox. Deməli, burada ədəd silsilə var. Birinci sırada, deməli, A1 1'dir. Və hər sırada əvvəlkindən 3 ədəd çox. Deməli, silsilə fərqini bizə verib, D-ni 3 verib. Ağac əkilmişdir. Sıralar və hər sıradakı ağaclar, yəni qonşu ağaclar arasındakı məsafə bərabər olmalı 3 metrdir. Həm sıralar arasında məsafə 3 metrdir, həm də sıradakı ağaclar arasındakı məsafə 3 metrdir. İndi deyir ki, 6-cı sıradakı əkilən alma və armud ağacların sayları uyğun olaraq 500 nisbətindədir. Onların hər birinin sayını tapın. 6-cı sırada birinci ağacların sayı lazımdır. A1 plus 5'dir. 1 plus 5 vur 3. Bu da neçə? 16. Şimdi nisbətlərini verib 5K, 3K. Yəni 5'in nisbəti 5K, 3K. Bunların cəmi 8K bərabərdir 16'ya. K alınır 2. Deməli biri 10'dur, biri də 6'dır. Deməli 10 olan almadır. Alma. 6 olan da armuddur. Armud. Bunu tapdıq. Keçək növbəti suala. 29'a. Bağda olan ağaclar 9 sırada əkilmişdirsə, bağın sahəsini tapın. 9 sırada. Deməli, birinci növbədə elə ki, bu şəkildə gedir də. Bu şəkildə gedir. Üçbucağı əmələ gətirir. Deməli, mənə lazımdır. Üçbucağın oturacağı lazımdır. Oturacağı 9-cu sıradır. 9-cu sırada neçə ağac olduğunu tapmalıyam. Yəni, 9-cu sıra elə ki, bu olsa, burada neçə ağac olduğunu tapmalıyam. Neçə ağac var burada? A9 bərabərdir. A1 plus 8'dir. A1 nədir? 1. 8'dir. 8 vur 3. Neçə edir? 24, o da bir 25. 25'dir. Deməli, 9-cu sırada 25 nə var? Ağac var. İndi nəyə fikir vereyim? Məsələn, ikinci sıranı götürüyorum. İkinci sırada neçə ağac var? İkinci sırada 4 tane ağac var. 1, 2, 3, 4 ağac. 4 ağac var. Baxın, hər qonşu ağaclar arasındakı məsafədə 3 verib. 1, 2, 3. 4 ağac var, amma 3 tane 3 var burada. Deməli, neçə ağac varsa, o da 1 vaid çıxıb 3'ə vurmalıyam ki, məsafəni versin. İndi burada 25 ağac var. 25 ağac olduğu üçün 25'dən 1 çıxıram, vururam 3'ə. Deməli, olacaq 72. Deməli, oturacağı 72'dir.
72. İndi bizə lazımdır hündürlük. Hündürlük də sıralar arasındakı məsafədir. Yəni sıralar arasındakı məsafə. Hər bir sıra arası, hər iki ardıcıl gələn sıra arasındakı məsafə 3 olduğu üçün deməli 1-dən 9-a qədər sıra var da. Ona görə də nə edəcək? 9-dan 1 çıxıb vuracam 3-ə. Yəni 8 dənə ora ara məsafəsi var, hər biri 3-dür. Bu da olacaq neçə? 24. İndi sani hesablayaq. S bərabər olacaq 24 vur 72 bölü 2. 24 vur 36. Bunu da belə yazaq. 2 vur 12. 3 vur 12. 6 vurulsun 144. 6'nı 144'e vursak 6 dəfə 4 24. 26 864. Yəni doğru cavab burada olacaq 864. Üçbucağın sahəsi. Gəli çatın növbəti 30-cu suala. Deyir ki, bağban növbəti ildə eyni ardıcıllıqla daha bir neçə sıra ağac əkməklə bağı genişləndirdi. Bu zaman ümumi ağacların sayı 145-dən çox oldusa, bağda ən azı neçə sıra olduğunu tapın. Deməli, sıraların sayı n-dir də. Birinci sırada nə idi? Birinci sırada 1 dənə idi. Sistə fərqi də 3-dür. Hər sonraki sırada əvvəlkə nisbətən 3 dənə çox ağac var. İndi bizdə deyir ki, yəni sıraların sayını bilmirəm. Ən azı sıraların sayını deyirəm n. A, n-ci sıra. İndi burada nə qədər əkilə bilinmir. İndi deyir ki, ümumi ağacların sayı 145-dən çoxdur. Yəni ilk n həddin cəmi 145-dən çoxdur. Yəni ağacların sayı nə deməkdir? Bütün sırada olan ağacların cəmi deməkdir. O da SN. SN nə deməkdir? 2A1 üstə gəl n çıx 1 vur D bölü 2 vur n. Bölüşdür 145. A1 1'dir. 2'ye vuranda 2. N çıx 1 vur D. D də 3'dür. Bölünsün 2. Vur n bölüşdür 145. Hər tərəfi 2'ye vursam sol tərəfdə alınır. Sürətli sadələşdirsə sürətli alınacaq 3n çıx 1. Vurulsun n bölüşdür 290. Bu da nə deməkdir? 3n kvadrat çıx n çıx 290 bölüşdür 0. Bunu da belə yazıram. 3n kvadrat çıx 30n üstəlik 29n çıx 29. 29 yox 290 bölüşdür 0. İlk ikisindən ortaq 3n var. 3n'i çıxardıram mütərizə xaricinə. N çıx 10. Burada 29'u çıxardıram. N çıx 10 qalır. Bölüşdür 0. Ortaq n çıx 10 var. N çıx 10'u çıxarsam mütərizə xaricinə. Birincidə 3n qalır. İkincidə 29 qalır. Bölüşdür 0. İndi ardıcıllıq olduğu üçün n naturaldır. N naturaldırsa bura həmişə müsbətdir. Hasıl müsbət olması üçün burada müsbət olması lazım. Deməli n çıx 10 0-dan böyükdür. Yəni n 10-dan böyükdür. Yəni sıraların sayı 10-dan çoxdur. Deməli ən az neçə sıra olduğu dediyi üçün ən az 11 sıra olmalıdır. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.